Öz təşəbbüsümüz ilə ayrılıq tədbiri keçirmişik. Tədbirə müəllimi biz qonaq çağırmışıq. Ev sahibindən mən etmişəm. Mən gətirmişəm, müəllimi çağırmışıq, tədbir başlamağa 1 saat qalmış. Müəllim, hazırlaşın, biz sizi bu tədbirə görmək istəyirik. Valideynlər öz aramızda, öz şəxsi büdcəmizdən müəyyən miqdarda çox da bahalı olmayan zinət əşyası almışıq. Yəni bunun da onu heç bir müəllimin nə deməyib ki, mənə hədiyyə alın, nə mənə hədiyyə verin. Valideynlər olaraq öz aramızda hər bir şeydə orada tədbir elədik. Uşaqlara geyimi də orada elədik. Yəni heç birindən müəllimənin xəbəri yox idi. Söz gedən zinət əşyasının dəyəri nə qədərdir? 200 manat, 250 manat elə böyük bir miqdarda olan bir şey deyil. Məni evdən gətirib apardılar ki, mənim balalarımı xoş gündə iştirak eləməyinizi xahiş edirəm. Mən də onların sözünü qırmadım, getdim və orada da hədiyyə təqdim olundu. Təşəkkür kimi hədiyyə aldılar. Mən də onu əgər orada götürməsəydim, versəydim özlərinə, o da pis çıxardı. Valla mən onu yenə deyirəm, bir şey kimi götürmədim. Yəni mən onun valideynlərə hörmətsizlik kimi onu qaytarmaq da istəyəməzdim də. Ancaq belə həddə çatdığını bilsəydim, valla bu iş götürməzdim.